Əziz və hörmətli tədbir iştirakçıları, ziyafət iştirakçıları, bugünkü Nərimanlı, Hüseyin Qulavalı, aşıqları və şairləri Poeziya Çələngi kitabının təqdimatının 3-cü hissəsindəyik. Aydın ki, birinci hissədə Nərimanlı kəndinin yazarları danışdı. İkinci hissədə digər gələn ziyalılarımız danışdı. İndi isə üçüncü bədii hissədir. Burada söz deməli olan və sözlərini eşidəcəyimiz böyüklərimiz, ağsaqqallarımız var. Onların meydanıdır ki, bu tədbirdə sözlərini desinlər. Həm xanımlarımız, həm də böyüklərimiz, ağsaqqallarımız. Əlbəttə ki, bugün qədim Göyçə torpağının, Nərimanlı kəndinin həyatında, həm də Göyçə mahalının özünün həyatında çox əlamətlər günlərdən biridir. Sovetlər dönəmində, qaçaqaç vaxtında yazılıb qalmış şeirlərin böyük canlandığı günlərdir. Hansı şeirlər o müəllimlərimiz, o ağsaqqallarımız, bizə dərsləyen gedən böyük üstadlarımız ki, onlar onu yazmışlar, qoymuşlar, tamamlana bilməmişdi, çap ola bilməmişdi. Biz onların hamısını bir yerə cəmləşdirdik, sizlərlə bir yerə və sizlərin ixtiyarına verdik. Bu üç gündə təntənəsi bir yerdə yaşamağımız üçün həm özümüzə, həm sizə bir göz aydınlığı verirəm. Bu mötəbər bir tədbir idi həqiqətən də. Bu tədbirin keçirilmə missiyasını Dədər Əsgər Ocağı İctimai Birliyi təşkilinə öz üzərinə götürdü və ləyaqətlərlə yerinə yetirdi. Bu vəsilə ilə onların şəxsinə Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru başda olmaqla, Hikmət müəllim başda olmaqla, burada Tacir müəllim burada bütün şəxsiyyətinə və Azərbaycan Yazıcılar Birliyinin Anar müəllim başda olmaqla bütün şəxsiyyətinə və nəhayət Şahənşah Sadıq Sarayının bizim bütün məclislərimizin keçirilməsi üçün yeganə və etibarı qapı olan Şahənşah Sadıq Sarayının rəhbərinə və heyətinə bəri başdan hamınızın adından təşəkkür bildirirəm. Əziz müəllimin, professor, əməkdar elm xadimi İbadlı müəllim Ağayevin burada olmağı bizə bir çox böyük şərəfdir. Xalqımızın qüdrətli şairi, xalqımızın əzəmətli şairi Ramiz müəllimin Qusar çayının məclisi olmağı məclisimizə bir böyük şərəfətdir. Belə ki, sizlərin burada cəmləşməyə digər dostlarımız, mən salamlayıram buradan bütün dostlarımızı, qardaşlarımızı ki, gəlib bu kəndin, bu cəmatın böyük əlamətlər günə yığılıblar. Çox dərin hörmətlə, dərin sevginizi çatdıran o yoldaşlara. Bəxtlərim tədbir orada keçiriləndə, mən hörmətli yazarlara, proqrama görə ancaq yazarlara orada söz verilməli idi. Mənim bir gözəl bacım var, Mahirə xanım. Gözəl, tiqələmli bir hafizədə olan bir xanımdır. Xalqımızın köhnədən, qədimdən qalan bir adət ənənəsi var. Onu xatırlatdıma. Biz demək, siyahı üzrə Mahirə xanıma söz veriləndə dedi Ramiz müəllim danışsın. Amma iş belə qurulmuş ki, proqram bu təqdimatdır. Belə rəsm tədbir olduğuna görə, yəni o tərtibdən çıxmamağa çalışdı ki, Mahirə xanımı dedi ki, siz danışın, sonra Ramiz müəllimi danışar. Ramiz müəllim indi buradadır, mənim Gülbəyim bacım gəlib, o boyda aslan erkək dişli olmaz, yolu gəliblər, Gəncədən gələn əzizlərimiz var. Onlar heç bir söz deməyiblər və indi meydan onlarındır ki, onlar öz ürək sözünü desin. Ramiz müəllim bizim uşaqlardan olmasa buradakılardan bir 14-15 dərs keçib məsəfirə bilirsə. Dinamik Türksoyun gözəl bir şeiri var sizə, bu görüşümüzə. Kəşki onu biz videoda görə biləydik, görəsiniz nə yaradıblar. Salam tək Allahın xətri adıyla. Nə yaxşı görüşdük, Anərmanlılar. Həsrətin, hicranın acı dadıyla. Nə yaxşı görüşdük, Anərmanlılar. 40 ilə yaxındır üzü gülməyən, gözündə sellənən, yaşı silməyən. Bəyala hardan gəldi, hələ bilməyən. Nə yaxşı görüşdük, Anərmanlılar. Müqəddəs məna var 44 sözündə. Tanrım, şahid oldun, gördün özündə. Ayrılıq odunun sönmüş gözündə. Nə yaxşı görüşdük, Anərmanlılar. Kəndim nicat umur, əsirdir orada. Mənə haram olar, dönməsən yurda. Bu çətin zamanda, bu vurhavurda nə yaxşı görüşdük. Günəş də, ay da, cismim buradadır, ruhum o tayda. Bu ürək qızdıran rəsmi sarayda nə yaxşı görüşdük,
Anermanlılar. Şairlər, yazarlar, söz adamları, yığın çevrənizə düz adamları, aybaş ucaldan üz adamları. Ne yaxşı görüşdük, Anermanlılar. Mərd oğul quludur, xeyrin, yasın, bir yaxın əyləşin, bir qulaq asın, mötəbər nurunda Hacı Abbasın. Ne yaxşı görüşdük, Anermanlılar. Kitab təqdimatı, çal çağır, oyun en güzel günüdür, Namik Türksoyun. Bu günə müqəddəs bir başlıq qoyun, ne yaxşı görüşdük, Anermanlılar. Alışlar, alışlar. Bu günə müqəddəs bir başlıq qoyun, ne yaxşı görüşdük, Anermanlılar. Eşq olsun Namik Türksoyda. Əlbəttə ki, müsaatnamələrdən başlayır. Bizim məclisimizin də başlanğıcı aşıq saz sənət dünyasının şahı Dədəl Əsgərdən olmalıdır. Yetişdi yaz ayı həsrət çəkər xak, deyər leysan gələ ayağa. Lənət şeytanadır, şər işdən əl çək. Şeytan səni salar ayaq ayağa. Səyyad dəryalarda alar çəngələ. Həsrət gələr, çikin gələr, çəngələ. Əzrail sinəni çəkər çəngələ, qəssal qəss eyləyər ayağa ağa. Keçən zəncər, kər erkək gərdişi, dəllək çağır, çəkdirəcək gərdişi. Qəzanın qədəri çərxin gərdişi, sərsəri tez salar ayaq ayağa. Ələsgər söyləyər sözün ayağına, gizlin sirrin naq saldın ayağına. Çırağın ki ilahidən hayana, ehtiyacın nədir? Ay ağa ağa. Övliya Ələsgərin dilindən Allah'dan arzum budur ki, heç birimizin heç bir şeye ihtiyacı olmasın. Könül xoşluğundan başqa heç də görməyin bu dünyada. Eşq olsun hamımıza. Hörmətli əziz tədbir iştirakçıları, əziz yazarlarımız, əziz nərmanlılarımız, əziz qonaqlar, dostlar, tanışlar, hamınız bir daha hoş gəlmisiniz. Bu günlərim Nərmanlı günüdür. Nərmanlının tarixində unudulmayan günlər çox olur. Ancaq bugünkü tarix inanıram ki, zaman keçəcək, təkcə yazarlarımızın yaddaşında yox, ümumiyyətlə bütün Nərmanlıların və Göyçəlilərin, ümumi Azərbaycanımızın yaddaşında qalan bir günlərdən olacaqdır. Əmoğlu az və ya çox dərəcədə ürək sözlərini dedi, mən əvvəldə çata bilmədim. Bu günlərim Abbas doktorun elə bir günüdür ki, tədbirin o birinci hissəsində Yazıçılar Birliyinə yaxınlaşanda həyat gün yoldaşı Aybəniz xanımı görürəm. Deyirəm ki, Aybəniz xanım, təbrik edirəm. Bugün yeni bir övladınız dünyaya gəlir. O körpə övladınızın elə bir ilk qıyıltıları yavaş-yavaş bütün ölkəyə, bütün dünyaya yayılacaq. Əmin olun, bu kitab sizin yeni bir körpənizdir. Bu kitab sizin ailənin yeni bir övladı kimi doğulur. Övladlar da fərqlidir. İnsan var doğulur öz ailəsi üçün. İnsan var bir ailədə doğulur, bütün ev, oba, dünya üçün əhəmiyyətli bir insana çevrilir. Və sizin bu günlərin bu ailədə doğulan körpəyə bənzətdiyimiz Nərmanlı Hüseyin Qılağalı şairləri, aşıqları kitabı inanıram ki, elə bir qüvvəyə, elə bir ətrafa səs salacaq ki, bir qüvvəyə malik olacaq ki, doğrudan da təkcə Nərmanlıları yox, Qərbi Azərbaycanı yox, ümum Respublikamızın hər bir güşəsində adı, sanı olacaq, bu kitabla hamı fəxr eləyəcək və ondan yararlanacaq. Əziz əmoğlu, təbrik edirik bir daha. Xeyirli uğurlu olsun, elimizə, obamıza, vətənimizə, bütün Respublikamıza düşərli olsun. Bütün yazarlarımızı təbrik edirəm, hər birinə uğurlar arzuluyuram. Yeni yaradıcılıq uğurlar arzuluyuram. İndiyə qədər tanıdıqlarımız var idi, tanımadıqlarımızı üzə çıxartdınız. Bir daha da biz dəyərli ziyalılarımızı, yazarlarımızı bir daha tanıdıq. Dünyasını dəyişən yazarlarımız var.
o yazarların çox böyük əksəriyyəti bizlərə dərs deyib, bizlərin valideynlərimiz qədər cəmiyyətdə tutduğumuz yolda qazandığımız, əldə elədiyimiz nailiyyətlərdə müəllimlərimizin çox böyük dəyəri var, yeri var. O dünyasını dəyişən müəllimlərimizin əlyazmalarının illər uzunu saxlanılan əlyazmaları sizə təqdim elədilər. Hər insan bu etibarı, inamı qazana bilmir. Siz bunu illər boyu qazanmışsınız. Bugün istəyərək soruşdum, gətirin əlyazmaları, şeirləri verin, mən kitab çap eləyəcəm. Belə bir şey yoxdur. Siz illər uzunu Abbas kimi, sonradan Abbas doktor kimi, Abbas müəllim kimi, Hacı Abbas kimi bütün eldə, obada hörmət qazandınız. Və bunun sayəsində bütün yazarlarımız, dünyasını dəyişmiş bizim müəllimlərin əlyazmaları sizə təqdim olundu. Və o əlyazmalar işıq üzü gördü. Qeyd olunan kimi sandıq ədəbiyyatı üzə çıxdı. Bu sandıq ədəbiyyatından yararlananlar çox olacaq. Orta məktəbdə bizim müəllimlərimiz inşa yazdıranda həmişə axırıncı bəndi nə olurdu? Fayda, tərbiyəvi əhəmiyyəti. Doğrudan da bu kitab eyni zamanda bir tərbiyəvi əhəmiyyəti olacaq. Gənclərimizin, yeni nəsil Qərbi Azərbaycanlıların yenidən o torpaqları oxuyaraq şairlərimizin, yazarlarımızın əsərləri ilə gözlərinin önündə canlandıracaqlar. Hər bir şeir, hər bir qəzəl yenidən o torpaqlara qayıtmaq üçün bir çağırışdır. Bayaqlarım Anermanlılar şeirinə qulaq astıq. Hər biri onun misralarını eşitdiksə, ürəyimiz riqqətə gəldi. Və bütün bu kitabda olanları oxuduqca hər birimizin ürəyi, inanıram ki, yenə də riqqətə gələcək, həyəcanla döyünməyə başlayacaq. Deyirəm, gəlin Hacı Abbas doktoru və bütün yazarlarımızı hamılıqla bir alqışlayaq və yeni yaradıcılıq uğurları arzulayaq. Üzürlü sahib müəllimlərimizin qarşısında danışmaq çox çətindir. İndi mən böyük məmnuniyyət hiss eləyəm. Abbas doktor qeyd elədi, Ramiz müəllim. Zəhmət olmasa, Ramiz müəllim mənim xatirimdə Nərmanlıdan özü gənc yaşlarında əmək fəaliyyətinə başlayıb, ancaq şagirdləri ilə dost olmağı bacarıb, şagirdləri ilə ünsiyyət qurmağı bacarıb. Mən inanıram ki, bütün şagirdlərin sevincini qazanmaq hər bir müəllimlərin ən ümdə arzusudur. Ramiz müəllim xoşbəxt o bəndələrdəndir, o müəllimlərdəndir ki, dərs dediyi bütün şagirdlərin hörmətini qazanır və eyni zamanda dərs demədiklərinin də hörmətini qazanır. Ramiz müəllim, buyurun. Alqışlayaq Ramiz müəllimi. Çox sağ ol, doktor. Doğrudan da bugünkü gün çox möhtəşəmdir. Birinci ona görə ki, Göyçə Nərmanlı bir daha sübut elədi ki, Abbas doktor. Həqiqətən də Nərmanlılar belə deyim, dünya göz açmış və akademiya, Nərmanlı Akademiyasının bir daha təsdiqi və sübutudur bu yazılmış əsər. Bu əsər haqqında o qədər deyildi ki, bu tarixi faktdır. Üstəlik də mən onu qeyd eləmək istəyirəm ki, bizim Nərmanlı kəndində, elə Göyçə malında da mən eşitməmişəm ki, qadınlardan yazıcı çıxsın, yazsınlar, varsa desinlər. Amma zümzümə ilə var idi, nənə babalarımızda var idi. O yüzden çıxarılmamışdı. Bugünkü kitabda 11 dənə qadının şeiri çıxır. 11 qadının şeiri var. Bu çox möhtəşəmdir və gələcəkdə Nərmanlı üçün 11 qadının şeiri, yazıçılığı üzə çıxırsa, bu Abbas doktor üçün böyük fəxrdir, həm də Nərmanlı üçün böyük fəxrdir. Bir daha Abbas, sən təbrik edirəm bu münasibətlə. Daha uzun ömür, can sağlığı arz edirəm. Qoy Allah Taala sənin bu tədbirin çox böyük hörmətlər gətirsin, möhtəşəm olsun, həqiqətən də gətirsin, mən buna inanıram. Amma bir şey də qeyd edim ki, burada mənim 44 dənə şeir çıxır. Ondan 26'sı qocalardır, 14'ü mənim şagirdimdir. Bir daha təbrik edirəm, sağ olun. Siz buradasınız, Azim müəllim buradadır, Səhra müəllimlə danışmışam, Qalibə müəllim bu var, bunlar biz sizi, Cəmil müəllim oradadır. Siz
sadəcə pedaqoqluq eləməmisiniz. Siz insandan əsər yaratmışsınız. Siz insandan qüdrət yaratmışsınız. Siz insanlığı tanıyan bilən bir mücəssimə yaratırsınız. Və biz də xoşbaxt adamlarız ki, Allah bizə qismət elədi, müəllim gördük. Allah bizə Əlimşah müəllimə salam olsun, ay tanıyın. Və yadıma sala bilmədiklərim varsa, üzürü sayın. Biz Allah Teala bizə qismət elədi ki, müəllim gördük. Bütün müəllimlərimiz, o şəhərlər yazanlar var, yazmayanlar, hamısına Allah qəni rəhmət eləsin. Yerdə qalanlara can sağlıq. Buyurun.
bu günlərin bizim gözəl yazarımızın biri. Yaxşı kişinin biri olur. Allah sənin atana rəhmət eləsin. Bütün onların atalarımıza rəhmət eləsin. Kemal İlyasoğlu'nun böyük təvəllüd gündür. Alqışlayaq, bax. Bu yazarımıza bizim böyük hükmətimiz bir hədiyyə oldu. Sənin yaşın mübarək olsun. Öpürük. Allah sənin atana rəhmət eləsin. Çox qeyrətli kişinin olursan sən. Kemal İlyasoğlu, 100 yaşayın, sağlam yaşayın. Eyni zamanda burada başka bir nəfərin də ad günüdür. Axtaraq görək kimin ad günüdür? Varis müəllim, sizin de dünyaya geliş gününüz mübarek olsun. 100 yaşayın, sağlam yaşayın. Deməli bugünkü tarix Nərmanlı üçün elə tarix deyil imiş. Gəlin ad günü olanların hər ikisini bir də ürəkdən alqışlayaq. Mənim bu əmoğlu çox sevməkdə, sevilən cəhətlərindən biri budur ki, o qədər böyüklərinə qədir qiymət qoydu ötən, atasına o qədər qədir qiymət qoydu. Və Allah torpağı sana sevmir versin. Onlar olmayandan sonra ailənin şahı böyük qardaşdır, ailənin kötüyü böyük qardaşdır. Hər öz qardaşından fəxr edir, mən də öz qardaşımdan fəxr edirəm. Allah bizə göstərən bir söz vardı, bir yaxşı olan deyildi, qardaşın sağ olsun. Qızlar bir-birinə deyir ki, qardaşın sağ olsun. İndi mən o fəlsəfəni dərk edirəm ki, böyük qardaşım ata əvəzdir, həm də qardaş düşman toxmadır. Düşmandan səni qoruyan böyük bir qüvvədir. Allah canını sağ eləsin. Vəfalı dostları vardı qardaşa, dar gündə birinci dayaqdı qardaş. Dolanasan, lap pisinin başına, ömür yollarında mayaqdı qardaş. Dözməz əgər görsə qəmini anını, loğman olar dərd alanda canını, çəkər keşiyini, kəsən yanını, arxanır, yapmaz vardı qardaş. Kəsim şeiri Eşat müəllim dəydi. Mən də übliyeləri təbrik edirəm. Allah canınıza sağlıq versin. Biz buraya bir Nərmanlı antologiyasının ışığına yürüşmüşük. Mən içəri girəndə həm fərəhləndim, həm sevindim. Çünki belə bir kitabın içində Allah Abbasın canına sağlıq versin, mənim də şeirlərim gedib. Çox fərəhləndim, amma həm də kədərləndim, biraz qəmləndim. Niyə? Bu insanların hər birindən, burada gördüyüm insanların hər birindən Göyçəmizdə, Nərmanlımızda mənimlə əlaqədar bir xatirələr canlandı. Həmən günlərə qayıtdım, həmən günləri gördüm və hər birinizə Allah Taala can sağlığı versin. Kövrəlmə ürəyim, insafın olsun. Keçən günlər bil yadıma düşübdü. Suyundan içdim ey sərin bulaqları başı qarlı, dağ yadıma düşübdü. Küç bucaqda oynadığım, yatdığım, günü günə ayı ilə qatdığım, qucağında boya başa çatdığım ata yurdum, ev yadıma düşübdü. Səhər tezdən yuxumuzdan durardıq. Ağçay üstə əlcimizi yuyardıq. Üşüyəndə evimizə cumardıq, anam süzən çay yadıma düşürdü. Heyran quzulara baxardıq. Qarğı atla qaytarmağa qaçardıq. Anam qan buxçamızı açardıq, qatıq pendir, cem yadıma düşürdü. Cemsiz heç kim qoğun çiləsinə getmirdi də. Axşam üstü ayaq bas, bulaq üstə gedərdik. Qaş gözlə sevgimizi bölərdik. Görüş üçün yalvarmaqdan ölərdik. İlk məhəbbət yarı yadıma düşürdü. Keçən günlər bil qayıtmaz ay Elşad, cavanlıq da heç tapılmaz ay Elşad. Saç ağarıb, qocalıbsan ay Elşad. Otumarlı tel yadıma düşürdü. Daraq batmaz, saç yadıma düşürdü. Hamınıza bir daha can sağlığı. Mən bu çıxışımın axırında sizdən bir dənə xahiş eləmək istəyirəm. Bütün bu nərmanlardan bir xahiş eləmək istəyirəm. Gəlin, həftədə 1 saat da olsa, 2 saat da olsa, balalarımız üçün, nəvələrimiz üçün, Göyçəmizdən, Nərmanlımızdan söhbət edəyim. Elə söhbət eləyək ki, qoy onların o keçdiyimiz, mən demirəm ki, yalandan danışaq, o gördüyümüz günlərdən danışaq. Qoy onların qəlbində, ruhunda Nərmanlı niskili bir xatirələr,
bir nağıllar aləminə dönsün. Və buna nail olsaq, neçə illərdən sonra, neçə günlərdən sonra, neçə aylardan sonra bizim böyütdüyümüz nəvələr, nəticələr bizdən də yaxşı yazarlar, şairlər olacaq. Və qoy onlar heç olmasa bizə qismət olmasa da, onlar çalmalının o tərəfinə keçəndə bizləri yad eləsin. Desinlər ki, atam, belə babamız, nənəmiz bizə həqiqətən də söylədiyi bu nərmanlı, bu göyçə həqiqətən də söylədiklərinə layiqdir. Diqqətinizə görə minnətdarım. Sağ olun. Sağ olun, almışlar Elşadlar. Bütün nağıllarda həmişə, nağıllara, Azərbaycan xalq nağılları var da, 40-cı qapını həmişə balaca qardaşlar açılır. Bütün. Balaca qardaşlar ona görə qapını aça bilir ki, nağıllarda. Bilir ki, arxasında onu gözləyən var. Allah hamımızın qardaşı var eləsin. Haris mənim, sizin ad gününüz mübarək olsun. Hər saatında söz deyən adam da öyle var. Bilirəm ki, bu günlərim sən həm təməllüdün, həm elə bir el adına elə qüruru götürür. Hər Allah sizin ad gününüzü bizdən baxın. Hər bizə təşəkkür edirəm. Allah hacı almasın, canlı sağlığı gözünü eləsin. Doğrudan da elə bir gözəl işə əl qoydu ki, bunun əvvəlsi bəlkə də illər nəsrə və şair oyunların da mən elə deyərdim, çoxsu dərddən, qəmdən, vətən həsrətindən, nəsə bir miskindən yarandı, şairli yollar çoxsunlar gəldi. Hərənin tarihi bir cür yazıldı, məni də çöllərə sarmışdı. Qaraduman çəkib yolun üstağımı başımın alıbdır. Haqqım var ki, qarqamağa fərəyə, hansı iblis bizi saldı kələyə? Ey səslərə, kimsə gəlmir ki, və tufanlar içində qalıqdır bax. Talihim gəlmiş ümmanlar keçə, gözüm yaşlılar yamanlar seçə, Kemal göyçəsinə, vətənə keçə. Bax, onda deyəcək gəlir. Bütün nərmanlıqdır, başqa Hacı Abbas olmazdır. Allah var eləsin, o ki bir qədər nərmanlığın əziyyətini çəkib, bu kitabı yazıb, dərsə gəlir. Allah onun başından ver dediksə, göysün varını, halını, balaları yanından yığışmışdır. Sağ olun, var olun, Abbas, sən ki nərmanlıya bu qədər sən yarımırsan, bu qədər yazarlar kızlardır. Kişiləri sən yada salırsan, Allah həmişə sənin başınız eləsin. Həm həkim kimi, həm hazi kimi, həm də bir nərmanlı balası kimi. Qardaşım Kemal olsun, səni təbrik edirəm, varislə varalar doğum gününüz mübarək olsun. Allah 100 yaş yaşar, sağ olun, var olun. Sizlərin şəxsinizdə bugün ad gün olanların hər birini təbrik edirik. Əziz tədbir iştirakçıları, bu günlərim bizim məclisdə iştirak edən nərmanlılarımızdan elə bir insan var ki, şükürlər olsun ki, bu həyatda istədiklərinin hər birinə nail olub. İstəyir dövlət tərəfindən, Ali Başkomandanımız, Cənab Prezident tərəfindən, ailə daxilində övladları tərəfindən hər cür hörmətə, izzətə layiq görülüb. Ancaq bir həsrəti var, o həsrət Göyçə həsrətidir, Qərbi Azərbaycan torpaqlarıdır, doğma nərmanlıdır. Mən böyük məmnuniyyətlə Qədir müəllimi salamlayıram və xahiş edirəm, zəhmət olmasa, alqışlayaq Qədir müəllimi. Bilirsiniz ki, Qədir müəllimi təzəcə 80 deməyək 50 deyək, 50 yaşı olmuşdur. Biz sizi bir daha bütün nərmanlar adından, bütün Qərbi Azərbaycan adından, ümumiyyətlə Azərbaycan xalqı adından təbrik edirik. 100 yaşayın, sağlam yaşayın. Sizin yubileyiniz davamlı olsun. 85, 90, 100 illik yubileylər olsun. Onları biz doğma nərmanlımızda da qeyd eləyək. Qeyd elədiyim kimi siz əməkdar jurnalist adına, Qızıl Qələm mükafatına, bütün titullara, şəxsən prezident tərəfindən siz təltiflərə layiq görülmüşsünüz. Bu günlərim sizin yeganə inanıram ki, istəyiniz doğma torpaqlarda nəvələri əskərliyə, nəticə kötücələri əskərliyə salanda o qarmonu balaca, siz o qarmonu ifa eləyəsiniz və hamılıqla biz qol götürək, onda oynayaq. Buyurun Qədir müəllim.
2 gün evvel Namık dedi ki güzel tedbir olacak Bakı'da. Ben burada yok idim. Ben Truskaya sanatoriyadaydım. Dedim sanatoriya zarar yok, icazı aldım. Dedim dedim o tedbirde iştirak edeyim, bir de kaydım orada. Ben onu ne demek istiyorum? Nərmanlı kendini Göyçe mahallında Göyçe'nin, Basarkeser'in akademiyası adlandırıldı. Bu hiç de tesadüfi değildi. Həmişə oradan görkəmli ziyanlar, görkəmli el sənətkarları çıxmışdı. Bugün bu kitaba göre çok ağır zahmet bahasına başa gelen bu kitaba göre Abbas Həkimə mən ürəkdən minnətdarlığımı bildirirəm. Dərin minnətdarlığımı bildirirəm. Bu kadar iri həcmli kitabı arayıb, axtarmaq, onun müəlliflərindən əlaqə saxlayıb bu günə çatdırmaq elə belə asan məsələ deyil, çox çətin məsələdir. Bura Nərmanlı deyil, bir gün bir yerde olacaq, Nərmanlar təcib 5 dəqiqədə gəlsin. Şimdi hamısı başka bir hayatta səfərlənib Azərbaycanın dörd tərəfinə hamısını axtarasan, tapasan. Mən 3 gün bundan qabaq Kubada bana dedilər burada bir tədbir var, Qədir müəllim, eşitmişsiniz siz də Qərb Azərbaycanlısınız. Sizə dəvət edilir. Getdim tədbirə. Tədbir nə tədbir? Qərbi Azərbaycanlılar tədbiri. Orada Qərbi Azərbaycanlılar cəmiyyət yaranır. Kubada. Rəhbəri də buradadır. Xeyr hafta insanlar toplaşmışdı. Birindən mənə əhval tutur. Dedim siz 88'də sonuncu deportasiyada gəlirsiniz. Dedi yox müəllim. Biz 1918-ci ildə gəlmişik. O vaxtlar ki 1918-ci ildə Ermənilər azğınlaşmışdı. Qərbi Azərbaycan hər yerində onlar xalqımıza qarşı deməli qəddar mövqe tutmuşlar. Çox qırğınlar törətdilər həmin devirdə, o cümlədən Göyçədə, başqa bölgələrdə. Biz də o 18-ci ildə babalarımız kimlər doğma yurtlarından didərgin düşdülər. Yüz tutdular Türkiye'ye, yüz tutdular İran'a, hatta Gürcistan'a ve Azərbaycan'a dayanlar. Ancaq deyir, babalarımız həmişə xatirələrini danışırlar, Göyçə ilə bağlı. O təbiri keçidəndə neçəsi gör, həmən insanların ağlayanı da görün. Dedi Qədir müəllim, qoy yerə bir Allah bizə imkan versin ki bu yaşımızda biz de size koşular. Bizim Qərbi Azərbaycana dönək. Məlum oldu ki onlar Göyçədən, harasındandır Göyçədən, bilmirəm. Orada hətta söhbət elədilər ki 2022-ci il dekabrın 24'ünde Qərbi Azərbaycan icmasında Cənab Prezidentle Qərbi Azərbaycan ziyalılarının görüşü oldu. Ve orada Qərbi Azərbaycanın qayıdış konsepsiyası orada nəzərdə tutuldu. Hamısı ancaq o arzuda ki tezliklə bizim Qərbi Azərbaycanlılar doğma yurda, qərb yurt yerlərinə dönüşsün. Göyçə gölünün nəməlli sahillərinə dönüşsün. Mən də onların deməli, müəyyən arzular var idi. Dedim ki, bu arzularınızı müəyyən icmada müəyyən yerlərə çatdıraram. Bir daha, mən, bax, bu il bana göre 37 ildir lan biz gelmişik. Sonuncu deportasiyası o 37. içindedir. Ancak bugünkü gün, bütün Nərmanlıların ömrüne
qızıl hərflərlə yazıldı. Qızıl hərflərlə yazıldı. Müəyyən tədbirlər də olardı, danışıqlar da. Ancaq bugünkü tədbiri mən bir jurnalist olaraq çox qiymətləndirirəm, çox dəyərləndirirəm. Mən bir daha Abbas həkimə minnətdarlığımı bildirirəm. Allah eləsin, bu işin bir davamı da olsun. Gün o gün olsun ki, belə bir tədbiri qaydanda yurt yerlərimizdə ulu göyçədə tilsin. Sağ olun. Son sorular qədəməli. Bizim İctimai Birliyimizin sədri hörmətli Xətai Ələskərini burada dəvət edirəm. İdarə heyəti və sədrimizin müavini hörmətli Vüsal Seyranəğul buradadır. Müəllimim, üstadım, ağsaqqalım, dostum, qardaşım, professor idarə heyətinin üzvü, professor İvan Ağayev buradadır. Əməklərimin talimi, zəhmət olmasa, indi meydan sizindir. Xahiş edirəm, bir də bizim idarə heyətinin üzvü, xalqımızın qüdrətli şairi, Müşahidə Şurasının ən fəal və ən aktiv üzvlərindən biri Ramiz müəllim Qusar Saylı buradadır. Bir də Dədə Ələskəriyyəsinin Təbliği və Tədqiq Mərkəzinin direktoru Hacı Abbas Lavrov buradadır. Bizim idarə heyətinin qərarından şəxsən hörmətli Xətai Ələskərinin vəsatətindən Qədir Aslan bir neçə müddət bundan öncə 80 illik yubileyi münasibətindən Dədə Ələskəri 200 qızıl medalla təltif olunmuşdu. Amma zaman elə gəldi ki, o təltif olunub, amma təqdimat böyük keçəcək. Bir alqışlayırıq məsələni və mikrofonu mən təqdim edirəm məmnuniyyətlə hörmətli İbadullah müəllimə, professor İctimai Birliyimizin adından siz də fikirlərinizi hamımız bildirin. Sonra təntənəli şəkildə Azərbaycanın əməkdar jurnalisti Qızıl Qələm mükafatı rəğbətdir. 90-dan 100-dən çox müxtəlif dünyanın ölkələrindən mükafatları var. Təpəsindən dırnağına qədər jurnalist erməni içində dinimizi, dilimizi təbliğ edib, yaşadıq, dirəşib və onlara yerini başa salan qüdrətli ziyalılarımızdan biri Qədir Aslan. Buyurun, indi meydan sizin. Axşamınız xeyir olsun. Mən çox şad oldum ki, bugünkü bu təntənəli məclisdə mən iştirak edirəm. Mən bayaq dedim, uşaqlığım, gəncliyim ölkələrin arasında keçir. Talib belə gətirmişdi ki, 1948-50-ci illərdə ölkədən məcburi köçlənlər bizim kəndə keçmiş Əli Bayramlı rayonunun sonradan Sabirabada verilən kəndə köçüb gəlmişdilər və mən də o mühitdə böyüdüm. Qədir müəllim, poeziya olan həvəsim, Dədə Ələskərə olan məhəbbətim yəqin ki, o mühitdən başladı mənim və sonralar da bu günə qədər davam edir. Vüsal müəllim bir neçə gün bundan qabaqki hadisənin şahidi idi. Başqa bir Borçalların məclisində iştirak edirdim mən. Hacı Abbas. Bir nəfər gəldi ki, Dədə Ələskərin qəzəlin səndən yaxşı deyən yoxdur, xahiş edirəm dedi. Keyfi saz dedi. Bir dəfə dedim, gəldi, yenə bir təkrar elədim. 4 dəfə təkrar elədim. Mən sizi bu təltif üçün təbrik edirəm. Sizə can sağlıq. Ömrün kamillik çağlarındasınız. Mən bir təsnifat eləmişdim, bölgə aparmışdım. Amma yaşım gəlib 8-ci 10 illiyə çatdığına görə təsnifatı dəyişdim Hacı Abbas. Başladım 80-dən sonra yazdım ki 20 illikləri sayacağım. 80'den sonra 20. 100'ü inşallah. 100'den sonra fikirləşirəm ki 30 eləyəcəm. O 30'dan sonra başlayacağım 10 illikləri. Sonra fikirləşdim ki təzədən sürət götürüb elə 20 qoyacaq üstündə. Mən arzu edirəm ki Allah Teala qismət eləsin, 1964-cü ildə o Dədə Ələskəri ziyarət elədim. Nə bilim, Allah'tan ricam budur ki, ilahi qismət eləyinən yedim o müqəddəs kişinin qəbrin bir də ziyarət eləyim. Və
Şirazi müəllim bilir, mənim işlədiyim o universitetdə hamı məni Göyçəli kimi tanıyır. Və elə qoy Göyçəli kimi də tanısınlar. Sizin Allah qoysa 100 illik yübleyinizdə əmin ola bilərsiniz ki, özüm gələcəm. İnşallah buradakı oturanların da hamısını ora dəvət edəcəm. Bir daha bu tərtib üçün mən Dədər Əskər İctimai Birliyinin, Dədər Əskərin ruhun yaşadan bu gözəl oğlana təşəkkürümü, ehtiramı bildirirəm və həriyə bir ömür verim Allah. Amma ömrü müftət edir. Müftə aldığımız üçün müəyyən illərdə biz bunun qədrini bilmirik. Amma siz bilirsiniz bu əmrin qədrini. Və mən sizi öpərək, qucaqlayaraq, sizi Allah qoysa 100 illik yübliyə dəvət edirəm. Var olun. Hörmətli Qədir müəllim, sizin Qubada olmağınız, Qubada Qərbi Azərbaycan icmasının yeni nümayəndəliyinin o möhtəşəm açılışda hazırlıq işlərin tanış olmağınız, orada bizim Göyçəlilərin yığışıb sizinlə ünsiyyətdə olmağı və burada bəyan etməyimizdə mən qürur duydum. Çünki biz dünə hər birimiz Qarabağlıydıq, bugün hər birimiz Göyçəliyik, Qərbi Azərbaycanlıyıq. Və çox sevinirəm ki, Azərbaycanın bütün bölgələrində artıq Qərbi Azərbaycan icmasının, Qərbi Azərbaycan soydaşlarımızın öz dədəvan torpaqlarına qayıtışı üzrə böyük işlər gedir. Və bütün Azərbaycanda hər kəs özünü Qərbi Azərbaycanlı sayır. Siz böyük ziyalısınız. Siz həqiqətən də həm jurnalist kimi, həm ictimai xadim kimi, həm bir möhtəşəm, təmiz, saf qələm ustası kimi bir məktəbsiniz. Və mən bugün də bir müqayisə aparmaq istədim. Bugün bizim dəyərli Nərmanlı kəndinin sakinləri, bizim qardaş-bacılarımız buradadır. Bizim gözəl, təpədən dırnağa ziyalı, gözəl insan Hacı Abbasın ərsəyə gətirdiyi kitab. O təkcə bir burada qeyd olundu, təkcə adi kitab deyil. O bizim itən, solan, solmaqda olan, bəlkə də ərsəyə gəlməyəcəkdi. O əlyazmalar itib batacaq idi. Onlara can verən, kitab ki ortaya ərsəyə gətirən Hacı Abbasa doğrudan da böyük təşəkkür düşür. Və eyni zamanda Hacı Abbasın Nərmanlı kəndinin aşıq şairlərinin ərsəyə kitabla bir yerdə eyni zamanda Qədir müəllimə də Dədər Əskər medalının verilməsi. Bu, mən əminəm ki, bu böyük bir iş, iki vəhdətdə olan gözəl bir amal bizi Arkilisəyə, Göyçəyə aparacaq. Bu, elə bir ki, burada ilahidən bəlkə də hesablanmamış gözəl bir məclis idi, gözəl bir, elə bir ki, böyük nəhəng hadisənin təməli idi. Yol da buradan başladı. Hörmətli Qədir müəllim, Allah sizə 100 il ömür versin. Biz sizinlə bir yerdə bu tədbirləri Göyçədə, Dərələyəzdə, Lapkətdəsiya, Gildə, Zobda, Daşkətdə, Şorcada, hər yerdə keçirik. Allah canınızı sağ olasın, uğurlar olsun, müvəffəqiyyətlər. Sağ olun. Hörmətli Nərmanlılar, əziz dostlar, hər birinizin axşamı xeyir olsun. Belə bir gözəl gündə mən də hər birinizi salamlayıram. Hörmətli Azərbaycan sınavı, sizi təbrik edirəm. Oradan da belə bir kitab ərsəyə gətirirsiniz. Çox deyərdim ki, həqiqətən də alqışa layiqdir. Üzrümü saymayan bu günlərim bu kitab təqdimatında iştirak edə bilmədim. Çünki bu günlərim bilirsiniz ki, Respublikada Aşıq Ələskərdə, Üzeyir Hacıbəyə belə bir böyük bir yerlə qoyulması var idi. Türk dilli xalqların mən də bir təbliğdəydim. Ona görə bu təbliğdə iştirak edə bilmədim. Təbii ki, bu da başa düşünən bilirəm ki, biz uca qardaşıq ona görə bilirəm ki, gecməzdir. Və həyata qeyd elədiniz, mən əslində biraz optova elədiniz, bizim nəsiz. Bu Nərmanlılar ne bilirlər, mənim rəyəl doluydu, mən çünki orada da danışmamışam. Buna görə biraz vaxtınızı 5 dəqiqə qalacaq. Deməli, həqiqətən də çox böyük işdir, hacı. Yəni, doğrudan bu çox alqışlanması işdir. Mən arzu edirəm ki, hər kənddə bu adət olsun, belə bir hissi yaşatmaqdır bu.
Sənə vəzifən belə istik qoruyub yaşatmaq təbrik eləməkdir. Xüsusilə dədələr bilirsini. Mən nə demək istəyirəm? Mən Qədir müəllimi ilk növbədə belə deyim də, Qədir müəllim doğrudan böyük ziyalıdır, çox böyük ziyalıdır. Həmişə qələminlə sözünü həmişə deyibdir və Aşıq Ələsgərin yubileyi ərəfəsi olsun, ondan əvvəlcədən olsun, həmişə mənimlə müəyyən müsahibələr də götürüb və təbliğ, yəni bizim Dədə Ələsgərimizi həmişə təbliğ edibdir. Qədir müəllim, ömrünüz uzun olsun, canınız sağ olsun. Biz o vaxt sizin 80 illik yubileyinizi Yazıçılar Birliyində qeyd edəndə mən həmin vaxtda istədim ki, bu yubiley medalını sizə tərif edək. Və orada nəsə dedilər ki, bu icmada təzədən bir təbliğ keçiriləcək sizlə bağlı, ora saxlayaq. Nəsə bugünkü günə qismət imiş, özü belə bir kişinin günündə bunu təqdim eləmək bizlər üçün də çox qürur vericidir. Vaxtınızı çox almayacağım, bu ali bir mükafatdır. Hamiyə nəsib olan deyil, hələ mənim özümə verməyiblər bunu, ona görə də mən sizi təbrik edirəm ürəkdən və istəyirəm ki, bu gözəl bir şərəfli deyimdə bu anı hörmətli İbadullah müəllim təqdim eləsin sizə. Təbii ki, sizlərin alqışları ilə. Bir alqışlar. Saz var, saz gəlib, narahat olmayın, saz yerindədir. Kilişkasını da bir göstərə görək. Yaxın kilişkamları, tabi da bunun kilişkası, gəlir mənim götürüb verir. Kamzıları yaxın. Bir gözəl alqışlar, gözəl alqışlar. Təbrik edirəm, Qədir müəllim, təbrik edirəm. Azəblas, bu günün mübarək olsun. Sənə uzun ömür arzulayıram. Belə bayaqlarım bir şairimiz gözəl bir söz dedi ki, hər bir Nərmanlı öz evində balaca körpələrinə, nəvələrinə həftədə bir dəfə də olsun bir Göyçə haqqında danışsın. Mən o qardaşıma deyirəm ki, bir şey qalmıyor Göyçə getməyə. Allah qoysa, növbəti sizin 85 illik yubileyini 100% biləm ki, Göyçə gölün ətrafında yüksək şəkildə qeyd edəcək. Amin. Və burada bizim gözəl aşığımız buradadır, Aşıq Fəxrullah. Onun da 80 illik yubileyini burada qeyd eləmişik. Aşıq Fəxrullah, sazımız da gəlibdir. İstəsən ya istəsən sonra sözünü sazla deyərsən. Öpürəm. Yeridir mi? Qədir müəllim, sözün varsa bir kəlmə deyir. Sözünüz yoxdursa da, amma oynayacaq, hayır. Göyçəli olasan, oynamayasan bu mümkün deyil. Mən bir daha razılığımı bildirirəm, sidik ürəklə razılıq edirəm. Dədə Ələsgərin yubileyi ərəfəsində mən Respublika qəzetində şöbə müdürü kimi, Göyçəli kimi həmişə yubiley gününə qədər müdaməli olaraq mən yazılar hazırlamışam. Qəzetin səhifələrindən məhbatda Dədə Ələsgərlə bağlı silsilə yazılar vermişəm. Mən ona görə də mən bu əməyin müqabilində ki, mənim bugün mükafatlandırdığınız mən sonsuz sevinir və minnətdarlığımızı bildirəm. Çox sağ olun, mənim qədər. Halal xoşumuzdur, anasını kimi halalımızdır. Və biz, deməli, bizim ictimai təşkilata bir çox Göyçəlilər müraciət edir. Onlardan da bugün birini ictimai birliyimizin üzvü kimi qeyd eləmişik. Elə Aşıq Fəthullahı, bu da onun vəsiqəsidir. Medalını vermişdik, bu da üzvülüydür. Təbrik edirəm. Almışlar. Şimdi bir gözəl mahnı ilə yəqin ki, bir gözəl rəqs edir. Abdələ mərifətdə yoxdur qədir qiyməti, mərifətdə yoxdur qədir qiyməti, rahim verdi paydı Abbas. Yusuf Camallı, Hakan Vafalı, Şahədə sələndi paydı Abbas. Gedib Məhki ziyarət edib, Qaradaşı öpüb ibadət edib, Məhəmməd şanına devralar gedib, çoğulan dəryadır, çaydır bu Abbas.
seninle meslerin işini sayın Abbas. İlahi tövfesi, güneş gavlesi, peygamber nefesi, sesi, hak sesi. Satılan şirin sözün kelimesi, ilin güzel saymayı da Abbas. Babam verir yarganını, babam verir yarganını, çokar benimle yüreğimde, yüreğimde, yüreğimde. Ellerim bir dastanını, ellerim bir dastanını, koşar benim yüreğimde, koşar benim yüreğimde, yüreğimde, yüreğimde. Muhabbetten söz düşmesi, sınav üstüne köy düşmesi, köy düşmesi, köy düşmesi. Bir güzelin geldi sesi, bir güzelin geldi sesi. Yaşar benim yüreğimde, yaşar benim yüreğimde, yüreğimde, yüreğimde. Aylarlar hasretini çekmeyin, aylarlar hasretini çekmeyin. Altında düşler masalar bana, ayın bana, solan bana, can bana. Kocalarına saklaşanlar bana. Kocalarına saklaşanlar bana.
bütün dostluğu da, ülfəti də, yoldaşlığı da, nərmanlılığı da, eli də, obanı da, mehri məhəbbət də. Toyuq müəllim siz də gəlin, sol gəlsin bura. Hamısını mən bax, bunların sədaqətini görmüşəm, bunlarda oxumuşam. Yox ki, sinif yoldaşlarımda, Allaha and olsun. Üzü bu qıbıla haqqı, nə varsa elin içində xalis, təmiz, ləyaqət, sədaqət, mərfət, hörmət, ləyarət, bir-birinin yanında olmaq, gecə-gündüz bir-birini axtarmaq, hamısı bax, bu kişilərin canındadır, mənim sinif yoldaşlarım, qardaşlarım, bunlar da fəxr edir. İş elə gətirir ki, görüşü gündə bizim kitabın əziyyətini çəkən, bizim kitabın tərtibçisi, Azərbaycan Millətli Erməkdəniz Folklor İnstitutunun dasiyeti, filologiya elmləri üzrə fəlsəfə doktoru, Tacir müəllim və kitabın öz sözünün müəllifi, Tacir müəllim Səmimi buradadır. Tacir müəllim Səmimi 30'dan çox doktora qardaş. 70 dənə kitabın müəllifidir bu adam, 70 kitab müəllifidir. Ömür başdan əqə kitabsına sərf edib, Allah qismət elədi ki, onun səmimiyyətindən bizim bu cəmaatın kitabı da Tacir müəllimin nəfəsindən keçdi. Tacir müəllim danışsın, eşitirsən qadağanı. Bir stolda oturmuşuq, elə mi? Tacir müəllim danışandan sonra biz də bir qanımızla barabar oynayaq. Çok sağ olun, var olun. Hamı bir daha təbrik edirlər. Çok sağ olun, var olun. Nərmanlıları təbrik etmək lazım. Onu deyim ki, bu qədər Nərmanlı haqqında ilk dəfə maşallah müəllimlər məlumat almışlar. Sonra Səfiyyar müəllim, yəni bunları ilkin olaraq tanıyırdım. Yəni orada maşallah mənim deyirdi ki, bizim kənd böyük kənddir, əhalisi də, adamları da, o qədər gözəl, yaxşı şəraiti var filan. Sonra elə oldu ki, dünya elə gətirdi ki, mən Abbasla tanışıyorum. Abbas qardaşım çox zəhmətkeşdir, həddən ziyade. Təsəvvür edeyim ki, yəni burada el yazmalar, müxtəlif şiirlər, dəfələrlə oturmuşuq üzündə, hamısını səbirlə, bir-bir, nizamlayıb, baxıb dönə. Hətta bax, mən azı deyim, heç olmasa 3-4 ay ciddi üstündə işləndir. Bu yazıları oxuya fikirləşirdim. Orada 44 nəfərin yazısı var, yəni şiiri var. Bunlardan 11'i qadındır. Mənə bəzən meyvə gəlirdi ki, o Nərmanlıya qonaq gedirəm, bu 44 nəfərin qonağıdır. Amma maraqlıdır ki, bu 44 nəfərin 44'ü də qəmlidir, kədərlidir. Bu qəm, kədər və o yurdun yoxluğudur, onun həsrətidir. İstər-istəməz adama təsir edir. Deyir ki, dar qaldı. Babalar dar qaldı. Kimi öldük qaldı, kimi yoxsuz sağ qaldı. Yəni bu elə bir şeydir ki, insanın özündən asılı olmayaraq, yurtdan nə qədər uzaqda olur olsun, onun sevinci sevinslər, yaşayışı, istər-istəməz həm də yurt elədir ki, anadan olduğu yeri insan sevir. Nə yaşda olur olsun, ən çox da uşaqlıq dövrü unutur. Buna görə də onlar onu yaşadılar. Mən baxdım ki, bu 44 nəfərin 44'ünün də hərəsinin özünün könlündə bir göyçə dünyası. Amma bu dünyanın da motivləri fərqli. Yəni biri o birindən fərqli olsa da ümumi bir cəhəti var ki, vətən həsrəti yox insanı. Onu ora gətirir. Və bu qədər çətinliklə olsa da mənim Abbas qardaşım həddən ziyadə əziyyət çəkdi. Bunları sistemləşdirdi. Təsəvvür edin ki, hər bir şairin həm anadan olduğu ili, həm onun nəsli kökünü, həm təhsilini, həm şairliyə necə gəldiyini, onun təxəllüsünü, hamısını bircə sistemləşdirdi. Dönə məsləhət elədi ki, eləyək hamısı eyni olsun. Biri o birindən fərqlənməsin, adamlar inciməsin. Hamıya eyni gözlə baxır. Sağ olsun, o cür də oldu. Təsəvvür edin, bugün mən təqdim edəndə o qədər razı qaldılar ki, o kitab sərgisində gözəl, əzəmətli bir kitabı ortaya qoyursan. Bu bir mədəniyyətdir. Həm də belə deyək ki, bu təşkilat ki, bu dediyim Dədə Ələsgər ədəbi məclisi, onun Ələsgər babanın bərəkətindəndir ki, yeni kitablar yaradır.
Mən Xətai müəllimə də minnətdarlığımı bilirəm ki, bu gözəl təşkilat yaranandan sonra nə qədər gözəl kitablar yarandı. Aşıq Ələsgərlə bağlı onun şiirləri yaratıldı, aşıq yaratıldı. Yəni bu davam edir və təbii ki, o axarda mənim qardaşım da bax bu Nərmanlı antologiyası işin buyurdu. Çox sağ olun, var olun. Bir daha təbrik edirəm. Sağ olun qardaşlar. Sizə və şəxsən folkloristinin bütün əməkdaşlarına Cənab Təyir başlıqla hamısına təşəkkür edirəm. Abbas, büyük bu Nərmanlı cəmaatı bizə təbrik edir və biz də möhkəm sevgililik, sənin huzuruna, sən gözəl bir tarih, alayım tarih. Bu gözəl el oğlunu sənin yanında dualarımıza təbrik edirəm səni, bütün sinif yoldaşlarımla, sənə də bir hədiyyəmiz var, ona sağ təbrik eləmək istəyirik. Ki, o tarixə qoyduğun bizlə bərabər bu şəklin də sənin önündə daim olsun. Təbrik edirəm, qardaş. Simasına illərlə unudulmaz iş salan sinif yoldaşlarından xatirə. Belə bir Sağ ol, Abbas. Həmişə bax belə parlayasan, qardaş. Həmişə səndən fəxr edirəm. Əlbəttə ki, mən bəxt edib sizi verənə şükür. Sizin qardaş qadınız var, siz elə bir oğullar deyilsiniz. Siz qürursunuz, siz dayaqsınız. Həm də bacılarımızın da şairə nümayəndəsi İzran başım buradadır. Hələ bir şiirdə yazmışdım ama. Hacı Abbas, sənə təşəkkür edirəm. Ona görə ki, Nərmanlı aşıqları və şairləri kitabını ərziyə gətirdiniz. Bu sizin öz vətəninizin, öz kəndinizin, necə deyim, gözəlliklərindən bəhs edən bir kitabı ərziyə gəlməyində özünüzü borçlu bildiniz. Halk qarşısında, millət qarşısında çox sağ olun, təşəkkür edirəm. Ancaq bu kitab Nərmanlı kəndinin adına yazılsa da o kitabın içində Karsdan başlayıb, Aralıq dənizindən başlayıb düz Doğu Türkistana qədər nə desək tapa bilərsən. Tibetdən başlayıb Tehrana qədər nə desək tapa bilərsən. Bu nə işdir, bu nə köşdür? Nə ayrılıq, nə dərbədər. Üstündə ip İravanda yarımçıq xanam ağlayır. Qeyrətinə qurban olun Bozqurt qızı, qızı ər. Xalçasını İngilisə satmayan sonam ağlayır. Uyğurlara çatmaq üçün ac, susuz da dözməliyəm. Bir səbr atından düşüb o birsinə minməliyəm. Zəngəzurda məzarına sığışmayır qarı nənəm. Ərdəbildə bacılarım, Dərbənddə anam ağlayır. Ərzurumdan, Şorayeldən üstünə qar yağa-yağa arabalar köş gətirdi o Qazaqdan bu Qazağa. Tabi etmədi Borçalıda neçə ürək ayrılığa. Sızıldayır yaralarım, həsrətli canım ağlayır. Neçə yerdən yara alan unudarmı heç dünəni. Bir həsrət öldürür məni, bir həsrət ağladır səni. Məndilim Türkmən qızında Kərkükdə gözləyir məni. Boğçamızda güllü şalı, üzüyüm tanam ağlayır. Karsım, Karsım qağızmanım, ağlar elim oy. Ayrılıq sinəmi dağlar, elim oy. Zəncanda bir qızın gözü yol çəkir, xəstə düşüb könlü sağlar, elim oy. Zaman zaman bu yara alan Türk dünyası inşallah ki Hacı Abbas kimi kişilərin sayəsində o yaraları qaysaqladıb sağaldacaqdır. Və bir şey nəzər alın. Məni bugün şair edən, mənim kimi şairləri şair edən hər şeyin bir təməli, bir kökü var.
Amma bu gün bu məclisdə gəlin görə bu ziyalılar, alimlər, akademiklər içində neçə nəfər deyə bilər ki, analarımız başını inəyin qarnına söküyüb söz sağanında dediyi laylayın kökü hardan gəlir? O inəklərə qoyulan adların kökü hardan gəlir? Öpürəm sizi, bağrıma basıram. Var olun. Kəndimizin cəmaatını salamlayıram. Gözəl şair və şairələrimizi salamlayıram. Sinif rəhbərimiz Razim müəllimi salamlayıram. Razim müəllim misalında bütün müəllimlərimizi salamlayıram. Hacı Abbası salamlayıram. Bunun bugün ərsiyə gətirdiyi körpə çox əlimdən gələn bir körpə. Razim müəllim, buyurun. Doktor sağ olun. Mən də bugünü çox əzizləyirəm. Gün mənim üçün əzizdir. Çünki əziz ona görə ki, verilən o 44 nəfərin bir evlad dünyaya gəlib, təhsin yox. Bunların arasında sən hamıyı diriltdin, hamı insan sifəti geyindirdin, hamını cəmiyyətdə, ailədə, evlətdə tanıtdın. Sənin böyük gücün, sağ ol. Yəni biz sevinirik ki, bu günləri mən həqiqətən sevinirəm ki, yəni yatan və sandıqlarda tərpənmədən məktəbli dəftərində sahibdə qalan dəftəri üzə çıxardıb bu günləri cəmiyyət çərçivəsində tanıtdınsa və Göyçənin Akademiyasına adlanan Nərmanlının ziyalısı ilə başqa bugün şeiriyyəti, şairləri və şairləri tanıtdınsa siz böyük duasınız. Sizə minnətdaram. Yəni mən inanıram ki, bu qayıdış, Göyçə qayıdışı bizim üçün çox mübahisəli qayıdışdır, amma biz qayıdacağıq. Yəni mən Gəncədə yaşayıram. Yəni mən yazmışdım ki, gəzib dolansam da onu Gəncədə, Göyçədə qalıb dizlərim mənim. Nə könlüm asılmır, nə üzüm gülmür, həsrətə bürünür gözlərim mənim. Orada ölərdik qonaq qaylarla, toylarımı keçərdi hayla, harayla, Fətullah məclisə çalardılayla, onca qəm oxuyur gözlərim mənim. Raziməm zirvədən doğardım, sevincimdən quş tək qanat taxardım, yoxuşları ona bir nəfəsə qalxardım, orada bəlkə dizlərim mənim. Mən bu günləri bilsən də müəllimin, babanın müəllimin barı olduğu için mənim də barlarım var. Sevinirəm barlarım. Yəni, mənim həmişə şuarımdır ki, müəllim kimi, həmişə mən uzun müddət Gəncə şəhərində direktor müəllim işlədiyim, mən tapşırdım ki, müəllimlərə şagirddən, uşaqdan pul almayın. Çünki onun barını sən qutarandan sonra görəcəksin. Yəni, məktəb qutaracaq, gedib işləyəcək, ondan sonra bu gedib barını dənə bilərsən. Bunlar bizim barımızdır, barında körləməyə dəymez. Siz mənim dəyərli, qeyrətli, nüfuzlu və çox şirin barlarımsınız. Mən sizləri təbrik edirəm, gününüzü. Müəllim qocalmır, o vaxt qocalmır ki, sizlərin əhatəsində olur. Sizləri çox sağın deyirəm, sizlər namından bir şahid kimi, fəxr edirəm ki, Allah olsun. Belə bir şahidlərim olur bunlar. Sağ olun. Sizin xanım sağ olun. Sənin balaca vaxtından mən səni gördüyüm. Sən bu günləri maşallah. Gözəl şeirlərin, gözəl qələmin var. Sən hamısını təbrik edirəm, sağ olun. Çox gözəl, sevindirici xəbər oldu. Deməli, bizim dəyərli müəllimimiz, əziz qonaqlar. Tibb Universitetinin tələbələri bizim kafedraya gələndə 22-23 yaşları olur. Bir gün bunlardan soruşdum ki, Ş vitamini yemişsiniz. Tələbələr hamısı bir-birinə baxdılar ki, bu da təzə vitamindir bəyəm. Bu nə vitaminidir? Dedim, şillədir. Yo, müəllim, nə danışırsınız? Bizdə şillə vuran olmuyor. Dedim, tadiylə ki, A vitamini olsunuz ki. İndi, bax, burada əyləşənlər, oturanlardan içərisində bilmirəm. Bax, burada gördükləriniz 1978-ci ildə Nərmanlıda birinci sinifə gedəndə bu cigitlərin, bu xanımların ibtidai sinif müəllimi Razim müəllimi olub. Birinci sinifdən 4-cü sinifə qədər sinif rəhbəri olaraq siz sinif rəhbəri oldunuz. İndi, ay Razim müəllim, indi bunlara hansına şey vitamini yedizdirmişsiniz, yedizdirməlisiniz, onu deyə bilmərəm. Adamın üstə Allah var.
Əgər ondan yeməsəydilər, bu həyatda bu gözəl mövqelərdə olmazdılar. Buyurun. Biraz aşağı çıxar, biraz gebesən də. En çok bu yiyin. Uşaqları mən oxumaq üçün də gördüm, niyə oxumursunuz? Bunun yengəsi, Cəmilə mənim əmin qızını gəvət oxuyurdu evlərində. Mənim də qardaşım yoldaş oxuyurdu. Bunu vurmaq sən deməli, vurma, Cəmi yaxşım götürəcəm gəvəqə düzəm. Hörmətli tədbir iştirakçıları, bu yerdə yerinə nə düşər? Deyir, hansı filmdə deyir, öz fəaliyyəti. Gəlin bu sinifi öz fəaliyyətini də dinləyək. Kamal qardaşımız, sən də gəl. Surxan qardaşımızla bərabər bu sinif o öz fəaliyyətini göstərəcək. Hələ canım, bu harasıdır, yeni nailiyyətlərimizdə, uğurlarımızı da sizlərə göstərəcək. Yəqin Surxan da, Kamal da, birisi Bu sinifliyi Surxan müəllim də onun gözəl ifası. Bəlkə Surxan müəllim də burada Surxan müəllim də ifa eləyəcək. Sən də sazda ayaqlarım, ürəyin istəyir. Sən də sazı götür. Hə, Surxan bayaqdan onu istəyir ki, oyun mahnısı ilə. Qəşəng bir, gözəl mahnı olacaq. Ben onu da deyim ki, dayımın şillesinden ben kaçtım.
Güzelleri hoş
Abbas doktorun yazarlar üçün uzun illərin, ayların zəhməti nəticəsində ərsəyə gələn bu kitabın adları orada çəkilən yazarlarımız da fikirləşiblər ki, biz Hacı Abbas doktora neyniyək? Pul təklif elədik, götürmədi. Nə təklif elədik, götürmədi. Onda biz bunlar neyniyək? Qərara gəliblər ki, bir hədiyyə versinlər. Hədiyyəni mən bilirəm nədir. Gülbəyim xanım təqdim edəcək. İnşallah siz yəqin ki, birazdan bu hədiyyəni görəcəksiniz. Və oradan da çox gözəl fikirləşirib. Onunla bir nəfər də gəlsin də görək xanımlardan. Gülbəyim xanıma dəstək, kömək olmaq üçün bir nəfər könüllü axtarılır. Könüllü. Gəl, hələ tələsmə. Hələ dayan bir tek. Budur. Burada bunu saklayayım. Əziz qonaqlarımız, bu hədiyyəni gördünüz, bizim müqəddəs kitabımız, İslam dünyasının qanunlar toplusu, şəriətin toplusu, Quran-ı Kərim kitabıdır. Hacı, Allah özü köməyində olsun. Arzu edirəm ki, indən sonra daha da çoxlu yeni əsərlər ərsəyə gətirəsən. Bir daha bütün yazarlar adından təbrik edirik və mikrofonu veririk yazarlarımıza. Buyurun. Quran-ı Kərimi biz bütün Nərmanlar adından veririk. Allah Quran-ı Kərim özü Abbas həkimə kömək olsun, bağlarını qorusun, özünü qorusun. Allah hər birinizə can sağlığı versin. Başlığın yoxdur. Bir dəqiqə. Ya Allah. Həmə gəl görək. Gəl keş qabağa. Bax. Almışlardı. Əziz yazarlar, əziz Nərmanlılar. Yəni, Gözəldir, gözəl. bax bu əziz qardaşımızın gözəllik xatirinə toxunan bu xalçada qeyd olunur. Böyük istək və ehtiramla dəyərli şəxsiyyət Hacı Abbasa möhtəşəm Nərmanlı sevgisi. Unutmaz bu oba, bu mühasəni. Heç vaxt unutmayız və bu kəyət belə basın. Bir hamıya göstərək, görün. Abbas doktor, sen təbrik edirəm. Sənin uğurların, yollar həmişə uğurlu olsun. Səni Allah, atana, anana, qardaş, bacına, başa kim versin. Mən Nərmanlının gətirsən. Biz sənə qürur duyuruq. Abbasdan Allah qorusun. Allah sənin canını sağ eləsin, qardaş. Bu şəkil sənə ləyəqli şəkil, sənə dəyərli şəkil. O vatanın görkəmini fərqli. Sən Göyçədən belə hazır gəlibsən. Sən Göyçədən belə alim gəlibsən. Ay, Müsal, çək qədər, Müsal gəlib, çək. Profesör gəlibsən, Hacı Abbas gəlibsən. Allah səni qorusun. Allah səni anana, atana, başa getirsin. Sənin qadan ol. Sən bizim hamımızın qardaşımızdan. Biz səndən fəxr edirik. Başına göz, ay Abbas. Allah sənin belə pis gözdən, pis nəfəsdən, pis dillərdən qorusun. Allah günahlarımızı hamımızın bağışlasın. Allah var eləsin. Allah sağ eləsin. Ona göre
Bildiyinə görə bütün Göyçə mahalını təbrik edirəm. Çox sağ olun. Allah sizi var eləsin. Allah sağlıqlarına alsın. Gətirilən oğulları ürəyinə olsun. Allah razı olsun. Abbas, bəyətlərin başına dönüm. Yaşa əklə deyim başına dönüm. Səndən fazla qardaş. Sənə qurban olun. Çox sağ ol, çox minnətdarım, çox təşəkkür edirik sənə. Sənə təşəkkürümüz sonsuzluğunu yaxşı bilirsən. Bilirsən, bu 44 günlük bu şəhidlərimiz haqqında mən bir şiir buraxmışdım da misal rast gəldim. Analar sizə qurban, ay vətən oğullar. Abbas, analar sənə qurban, ay Göyçənin oğlu. Həqiqətən də sizin kimi oğullar, bax buradakı Nərmanlılar, hamısı seçilmiş oğlanlardır, Şirazi, Talih Həkimdir, hamısı bağışlayla, adlı kəndliklərin. Bunların hamısı Nərmanlının seçilmiş oğlanlardır. Sülxan sənə bacı qurban olsun. Yəni hamınızı təbrik edirəm. Hamınızı necə derlər, belə gözəl günlərə yığışmağı arz edirəm ki, həmişə Abbasın bu işığına yığışaq, davamlı olsun. Yəni Abbas haqqında saatlarla da belə bilsək, yəni bu mümkün deyil. Mən öz şiirimi demişəm vaxtında Abbasın sözümü. Həqiqətən də Abbas, sən Nərmanlının seçilmiş olanlarından birisən, yeksən, Şirazi də səni kimi. Mən bir dəfə də icma vermişdim, getdim şeiri də yazdım. Siz hamınız şeirə sözə ləyək oğlanlarsınız. Hamınızı öpürəm, bağrıma basıram. Göyçənin mərd oğulları, Göyçənin seçilmiş oğulları, analar sizə qurban, ay vətən oğulları. Mən bunları yekunlaşdırmaq istəyirəm. Yəni bundan gözəl söz yoxdur. Sağ olun, sağ olun. Əziz canımız, gözümüzdə Abbas Həkim. Axırıncı yox, axarıncı olsun. Bütün Nərmanlı icmasını, bütün Nərmanlı kollektivini, bütün Nərmanlı insanların gözləri aydın olsun. Allah biz gözlərimiz nəzərdən qoysun. Sən bizim Hörmətli yazarlar, hörmətli Abbas Həkim. Çəkdiyiniz zəhmətə görə sizə təşəkkür edirik. Sizə çox təşəkkür edirik. Sağ olun. Allah canınıza sağlıq versin. Gün həsrəti, vətənim Göyçədir, kəndim Nərmanlı, qonşular mehriban, çox istiqanlı, hamı yığışardı, deyir